Dostlar, vaxtınız xeyir olsun. Bugün növbəti ümumi sınav imtahanımızın informatika suallarının izahına baxırıq. Sınaq bugün, yəni 11 yanvar bazar günü komponent şirkət tərəfindən keçirilmişdir. Gəlin suallarımızın izahına baxaq. Birinci sualımız əməliyyat sistemləri mövzusu ilə bağlıdır. Sual belədir. Musiqi səs fayllarını genişləndirmələrindən fərqləndirin. Deməli, AVI video faylıdır. Eləcə də MPG. MP3 səsdir. Yəni bu ən sadəsi də belə demək olar. Problem yoxdur. İndi bu W-lara diqqət edirsiniz. Əgər W ilə başlayırsa və içində A hərfi varsa, bilin ki, bu səs faylıdır. Deməli cavabımız 2, 5, 6-dır. W ilə başlayırsa, içində A hərfi yoxdursa, deməli o musiqi yox, video faylıdır. İndi cavabımız C variantıdır. Gəlin birlikdə baxaq görək. Biz hansı mövzuda bunu keçmişdik? Yəni bu suala cavab verə bilmək üçün hansı biliklərə malik olmalıyıq? Açaq sualımız. Daha doğrusu təqdimatımız. Deməli belə. Təqdimatımızın içərisində hərəkət edirik və hal-hazırda biz həmin o bölmədəyik. Gördüyünüz kimi musiqi faylları, aşağıda da video fayllarıdır. Bunları bir-birindən fərqləndirmək lazım. Keçid alırıq 22-ci suala. MS Access ilə bağlı sualdır. MS Access-də bir neçə obyekt var. Bu obyektlərdən biri də moduldur. Modul nədir? Modul mürəkkəb proqram əməliyyatlarını yerinə yetirmək, eləcə də bazanı sazlamaq üçün nəzərdə tutulmuşdur. Məsələn, A variantı hesabatın tərifidir, amma o da düzgün deyil. Çünki hesabat daxil etmək üçün deyil, sadəcə çap üçündür. Daxil də format. Yəni bir bu A variantı ümumiyyətlə səhvdir. B variantı cədvəl olmalıdır. C variantı formanın tərifidir. D də makrosun tərifidir. Ümumi siyahını da sizə göstərirəm. Kimin problemi varsa videodan saxlayıb qeydini götürə bilər. Baxın, MS Access ilə bağlı olan həmin möhtəşəm təqdimatın 20-ci səhifəsində Access-in bütün əsas obyektləri və onların önəmli xarakteristikaları qeyd edilmişdir. Və umumilik növbəti sual. Növbəti sualımız 23-cü sualdır. Neçəsi yalnız giriş qurulusudur? Burada neçəsi deyir, diqqətli olaq. Web kamera giriş qurulusudur. Digitizer giriş qurulusudur və flatbed skanerin növ olduğu üçün giriş qurulusudur. Proyektor çıxışdır, modem giriş çıxışdır, səs platası yenə giriş çıxışdır. Düzgün cavab 3. Bunu da aparat təminatı mövzusunda öyrənmişdik. Ümumiyyətlə bu çox önəmli bir detaldır aparat təminatı mövzusunda. Çünki tez-tez qəbullarda belə suallara rast gəlinir. Ya birbaşa soruşulur, ya da elə olur ki, sual içərisində bunu bilməyimizə ehtiyac olur. Baxın, hal-hazırda biz giriş və çıxış qurğuları, eyni zamanda həm giriş, həm çıxış qurğuları ilə bağlı olan təqdimat səhifəsindəyik. Burada bizə tam bəlli olur ki, vəziyyət nədir. Növbəti sualımız avtomatik olaraq bütün sənədin qeyd olunması. Sənədin sol kənarında deyirlər qeyd olunmaz olaraq. Əgər sol kənarında 2 dəfə klikləyəriksə, abzas seçilər. 3 dəfə klikləyəriksə, düzgün cavabı alarıq. Sağda 2 dəfə klikləmək bizə söz seçimini verər. Sətrin sonuncu sözünü seçərsən. Solda bir dəfə sətri seçməyə şərait yaradar. Sağda 3 dəfə, bu da abzası seçmək üçündür. Böyle cavabımız B variantıdır. Və təbii ki, bunu da biz keçmişdik. Windows, üzr istəyirəm, Word 2019-un sonuncu görüşündə biz bu barədə danışmışıq. İndi sizə həmin o hissəni göstərəcəm. Keçid və seçim məsələsi. Keçid və seçim məsələsi. Təxminən 90-cı səhifədə olduğunu başlamalıdır. Bizə lazım səhifə buradadır. Burada tam anlamı ilə hər şey qeyd olunur. Söz, cümlə, sətir, abzas, sənəd. Burada qeyd olunmayan 2 dənə detal var ise siz qeyd edə bilərsiniz. Abzasın sol tərəfində yox, sağ tərəfində bir dəfə sıxanda sətrin son sözünü seçir. 2 dəfə sıxanda, estağfurullah, 2 dəfə sıxanda sözü seçir. 3 dəfə sıxanda isə abzası seçir.
Harda? Sağ tərəfdə. Bu çox testlərdə keçmir, amma məlumatınız olsun, biləsiniz ki, belə bir şey də mövcud. Keçid alırıq 25-ci suala. PowerPoint proqramında mövcud təqdimatın yalnız seçilmiş slaydların nümayişi. Burada düzgün cavab variantı B variantıdır. Custom slide show. İndi gəlin birlikdə sizə göstərim. Tutaq ki, bizim təqdimatımız 79 slayddan ibarətdir. Bir slide show'nun custom slide show və buradan da custom show düyməsinin köməyi ilə yalnız bizə lazım olan nümayişini istədiyimiz slaydları seçib OK düyməsi ilə təsdiqləyərik və istəsək yalnız həmin onları nümayiş etdirə bilərik. Növbəti sual 26-cı sual yenə PowerPoint ilə bağlıdır. Animasiya 3 formada başlaya bilər. On click, with previews, bir də after previews. Yəni toxunuşla özündən əvvəlki ilə birlikdə və özündən əvvəlkindən sonra. Birə uyğun gələcək C və Y. Animasiyanın müddətinin tipi, yəni tətbiq slaydın özünə yox, slayd obyektinə tətbiq olunmuş animasiyanın müddətinin tipi necədir? Medium var orada, slow var, very slow var, fast var. Bunlardan yalnız bir dənəsini seçirik. Müddət tipi B variantı. Və slaydın öz keçid effekti orada 3 dənədir. Subtle, exciting, dynamic content. Bu da uyğun gələcəkdir. 1C, 2B üstü. Qaldı ki, bu entransa bu slider özünə tətbiq olunan animasiya tiplərindən biri. Deməli, qarışdırmırsınız. Bir var slaydın özünə tətbiq olunan keçidlər. Məsələn, subtle, exciting, dynamic content. Bir də var, slide obyekti üçün tətbiq olunacaq. Orada ki, entrance, emphasis, exit, motion pass kimi nümunələr görə bilərsiniz. Diqqətli olmaq lazımdır. İndi qapalı sual olduğu üçün haradasa yaza bilərsiniz, amma açıq sual varsa bu artıq sıxıntıdır. Sualı başa düşməlisən. 27-ci sual Word ilə bağlı çap məsələsidir. Təbii ki, biz ilk öncə bir nömrəli bölməyə baxırıq. Burada çıxası səhifələr qeyd olunur. Ümumilikdə səhifə sayını da bizə qeyd eləməyib. Deməli, yalnız bunlar çap olunacaq. 2-dən 10-a kimi. Saymaqdansa 10-dan çıxarsan 2-ni, gələrsən üstünə 1. Belə daha məsləhətdir. Onlar 9 səhifə. 9 səhifə burada. Bir dənə də 15-ci səhifə oldu 10. Bir də 18-ci səhifə oldu 11. İndi 11 səhifəlik sənəddir. Bir səhifədə bir səhifə olmaqla çap olunacaq və 2 üzlü çap olunacaq. 2 üzlü. 2 üzlü çap olunacaqdır. Deməli, bizim ümumilikdə 11 səhifəmizi əgər 2 üzlü çap eləsək 5,5, yəni 6 səhifəyə ehtiyacımız. Amma burada incə bir detal lazımdır. Əgər biz elə bu qaydada hərəkət eləsək, onda cavabı alarıq 6 dəfə 3, 18. Amma burada incə bir detal var. İncə detal nədən ibarətdir? Məsələnin şərtində ən çox ifadəsini qeyd etmişik. Əgər məsələnin şərtində ən çox ifadəsi varsa, bu o deməkdir ki, 3-cü mərhələdə istərsə də van yazılmasına baxmayaraq, biz onu bir üzlü qəbul edəcəyik. Yalnız bir üzlü. Deməli, belə çıxır ki, daha biz 12-yə bölməyəcəyik, ehtiyac yoxdur. Elə aldığımız o 11-i vuracağıq kopya sayına. Yəni, bir üzlü kimi qəbul edəcəyik və vuracağıq kopyanın sayına, yəni nüsxə sayına. Və beləliklə cavabımız olacaq 11 vur 3, 33 D variantı. Bu çox bir detaldır, yadınızda saxlayın. 28-ci bilir, yetirir, bilgiləyə bilər, təmin edə bilər, nasazlıqlarda bir problem yarandı deyəsən zorluya hesab edin. Demək istəyirəm ki, 4 nəzərdə tutulub ilkin proqramın mətnində redaktə işləri aparmaq. Bunu aparar ikinci instrumental proqramların proqramlaşmanın inteqrallaşmış mühiti. 5 də case texnologiyalarının işidir.
Cavab 2-3-6'dır. Biz bunu harda öyrənmişik? Proqram təminatı mövzusunda belə bir maraqlı bölüm var, belə bir maraqlı detal var. Onu da indi sizdən bölüşəcəm. Deməli, utilitlərin nə işə yaradığını bildirəndən sonra burada bir slayd vərəqində qeyd etmişəm ki, utilitlər aşağıdakı funksiyaları icra edir. İndi bir dənə bunun şriftini dəyişək. Hər dəfə deyirəm dəyişərəm, yadımdan çıxır. Şrift Aptos Display. Yaddaşa yazaq. Hə. Baxın, burada aşağıda utilitlərin nə işə yaradığı da görsənir və onların mümkün funksiyaları, yəni xidmət etdiyi funksiyalar da qeyd edilmişdir. Davam edirik növbəti 29 nömrəli sualla monitorun əsas xarakteristikalarına aid deyil. Baxın, işləmə qabiliyyəti düzgün cavabdır, çünki bu printerin əsas xarakteristikasıdır. İndi isə gəlin aparat təminatının ən sonuncu səhifəsinə gedək və burada nəinki monitorun və printerin, eləcə də mikroprosesorun və kompüterin əsas xarakteristikalarını görə bilərik. Burada işləmə qabiliyyətinin printerə aid olduğunu şahidi ola bilərsiniz. Keçid Allah növbəti 30 nömrəli suala. Yanlış fikirləri müəyyən edin. Yəni, baxaq görək burada hansı fikirlər yanlış. İnterpretator hissə, amma burada yox yazıldığı üçün deməli elə bu səhvdir. İnterpretator hissədir, kompilyator isə bütövlükdə. Maşın dilindən çevirir. 1C uyum doğrudur, amma style yox. Smart olmalıydı. Bu da yanlışdır. 3 düzdür, elektron cədvəli elektridir. 4 Babylon Intellisoft prompt tərcümədir, tamamilə doğrudur. Detektor nəzarət etmir. Detektor əməli və xarici yaddaş qurğularında özlərinə öncədən məlum olan virusların axtarışını təmin edir. Deməli, bu da yanlışdır. Disk cleanup doğrudur, problem yoxdur. 1, 2, 5 düzgün cavabımızdır. D variantıdır. 31 nömrəli sual. Xana sayını soruşur. Ümumiyyətlə, belə sualların düşmə ehtimalı qəbulda böyükdür. Sətir sayı, sütun sayı, xana sayını müəyyən edə bilmək məsələsi. Gəlin birlikdə baxaq. Birinci növbədə biz xana sayını tapmaq üçün əvvəlcə gərək sütun sayı. Sütun sayını tapmaq üçün B hərfini qeyd edirik və sonuncu hərfi, yəni E-ni qeyd edirik. Arada nə çatmır? S, D, Y. Söhbət nədən gedir? İngilis əlifbasından. Deməli, belə çıxır ki, 4 dənə sütun var bizdə. Eləcə də sətir sayını necə tapırıq? 10-dan çıxırsan 3-ü, üzərinə gəlirsən 1-i. Bu da bizə verəcək 8. Yekun nəticədə sətir sayını sütun sayına vurmaqla xana sayını əldə edə bilərik ki, bu da düzgün cavabımız D variantı 32 xanadır. Aşağıdakı sual isə say sistemlərinə aiddir. Burada ikili say sistemindən 16-lığa keçid tələb olunur bizdən. Bunun üçün də bizim qaydamız var. Deməli, axırdan əvvələ ədədlərimizi bu formada ayırırıq. Ondan sonra çatışmayanlar varsa, məsələn, burada 4 dənə olmalıdır da, 4-ü tamamlanması üçün qabağına 2 dənə 0 atmağımız lazımdır. Ona görə mən buranı ağardıram ki, 0 atanda fikriniz başqa şeyə yayılmasın. Buranı belə ağartdım. İndi isə qırmızı ya da qara qələmlə üstündən qeyd edirəm. 2 dənə də bura 0 əlavə edirik. İndi üstünə nə qeyd etməliydik? 8, 4, 2, 1. Yenə 8, 4, 2, 1, 8, 4, 2, 1. Bu 8, 4, 2, 1-dən aşağıya bir dənə 2 düşür. Burada 4 ilə 1 düşür. Cəmi 5 eləyir. Burada da 8, 4, 1 düşür. Cavab 13 eləyir. Amma 16-lıq say sistemində 13-ün qarşılığı D hərfidir. Deməli, belə çıxır ki, bu ədədin 16-lıq qarşılığı 2, 5, D-dir. Yəni, C variantıdır. Növbəti sual 33 nömrəli sualımız. Lent tabları və müvafiq uyğunluq. Məsələn, mənbələrin əlavə edilməsi referens tabındandır. Mən indi isə yerini göstərirəm. MS Word-ə gedirik. Bir dənə Word sənədi yaradır. Sizə lazım olan PDF sənəd daha doğrusu. Bax, mənbələrin əlavə edilməsi referens tabının içərisində, bax, bu insert station buradan əlavə olunur. Hazır mənbələr də ola bilər, özünüz də yarada bilərik. Deməli, 1-ə uyğun gələcək, üzrəm 2-ə uyğun gələcək A. Column title sərlövhə deməkdir, insert lent tabının içərisindən. Header and footer kontekstual tabın, yenə kontekstual tab deyirəm buna, hər dəfə çaşıb belə deyirəm. Header and footer
Lent qrupundan, çünki belə kontekstual tab da var. Yəni header footer əlavə edən kimi avtomatik o kontekstual tab, yəni o köməkçi tab açılır. Mən həmişə ona çaşdırıram. Amma düzgün deyil, ifadəni düzgün ifadə etmək lazımdır. Header and footer lent qrupu desək daha uyğun olar. 1-ə də uyğun gələr B variantı. Bölmə fəsil deməkdir. Layoutdan həyata keçirilir. Əgər necə göstərə bilərəm sizə. Layoutun içərisindən bölmə yaratmaq istərsə, breaksdən mümkündür bu bölmədən. İstərsən page setup'ın dialoq pəncərəsində olan layoutun içərisindən yaratmaq mümkündür. Əlavə olaraq ən hərfidir bu. Əlifəcini əlavə etmək. Bu insert'dür. Buna da D variantı uyğun gələr. Şəkillərin, cədvəllərin, obyektlərin adlandırılması, bu da referensli Y variantı. İndi əyani də göstərək. Əlifəcini əlavə etmək budur. Bu bookmark. Şəkilləri adlandırmaq da burada. Insert caption. Deməli belə çıxır ki, düzgün cavab variantımız 1BD, 2C, 3A7, yəni B variantı. 34-cü sual. Relyasiya modelini verilənlər bazası üçün düzgün olmayan tələb. Bilirsiniz ki, biz istənilən bir cədvəli relyasiya modeli olaraq qələmə verə bilmərik. Burada bəzi bizim diqqət eləməli olduğumuz, yəni cədvəli yaradarkən o bəzi məsələlər var ki, onu biz ona uyğun hərəkət eləməliyik. Həmin o dediyimiz tələblərdən görək hansı pozulub. Məsələn, cədvəldə eyni qiymətli əsas açarı bir sətir ola bilər. Bax, bu səhvdir. Ola bilməz. Çünki açar elə təkrarlamanın qarşısını almaq üçündür. Cədvəldə eyni adlı sütunlar da ola bilməz. Bütün sütunlar eyni struktura malik olmaya da bilər, bu düzdür. Bütün sətirlər eyni struktura malikdir, bu da düzdür. Cədvəldə sətir arzulu istənilən qayda ola bilər, bu da düzdür. Deməli, say soruşur, neçə dənə sayını soruşursa, deməli 1 ilə 2 desə say olaraq 2 dənədir. İndi gəlin birlikdə baxaq Access-in həmin o tələblərinə. Hal-hazırda Access-in həmin tələblər olan səhifəsindəyik. Burada hər şey tam aydın şəkildə qeyd edilmişdir. Davam edək növbəti 35 nömrəli sualına. Hansı lokal şəbəkədən söhbət gedir? Hər hansı kompüter sıradan çıxarsa şəbəkənin işinə təsir etmir. Şəbəkəyə yeni kompüterin daxil edilməsi asandır və şəbəkə kartları ucuzdur. Bu da şəbəkə sözlərini biraz qəribə yazılır, eyb etməz, başa düşmək olur. Burada düzgün cavab şin topologiyasından gedir. Belə ki, şin topologiyasında koaksial kabel üzərində qurulur bütün şəbəkə. İndi mən sizə onu amma anlamı ilə göstərəcəm. Və bu topologiyada mərkəzi serverdən asıllıq olmadığı üçün və kompüterlərin hər hansı birinin sıradan çıxması bizim üçün problem yaratmır. İndi səbəbini də sizə bildirəcəm. Çünki burada xüsusi terminatorlardan istifadə etməklə hər hansı kompüter sıradan çıxarsa, onun yerini bağlamaq mümkündür. Şin topologiyasının digər müsbət və mənfi cəhətləri burada qeyd edilmişdir. İndi davam edirik növbəti sualımızla. Raqif adlı bir bəyin mətin yazmağından söhbət gedir. Mən buna fikir verməmişəm. Deyəsən, sizdə olan versiyada düzgün olar. Mən bunu PDF-dən Word-ə çevirmişdim. Ona görə belə göstərir. Bir də gözləyin, onun orijinal versiyasından sizə göstərəcəm. Başa düşdüm. Bir dəqiqə. Bu orijinal versiyasından sizə göstərəcəm. Baxın. Deməli, Raqif Unicode-da mətn yazır. Raqif bəy Unicode-da mətn yazır. Kəsək. Mətndə əlavə boşluq falan yoxdur. Dələ, bəbir və s. bu cümlənin bizim söhbətimizə heç bir aidiyyəti yoxdur. Bizim söhbətimizə aidiyyatı olan iki önəmli detal var. Birinci, buradakı Unicode ifadəsini bilməliyik, dəqiqdən və bilməliyik ki, Unicode-da bir simvol 2 byte-dır. 2 byte-dır. Deməli, Raqif bu ifadəni yazıb bitirəndən sonra mətnə bir dənə də söz əlavə edir. Bundan üstünə bir dənə də söz əlavə edir və sonra o sözdən sonra bir dənə vergül qoyur, bir dənə də boşluq əlavə edir. Bir vergül, bir də boşluq əlavə edir. Deməli, vergül də, boşluq da Unicode-da hər biri müstəqil simvol olduğu üçün hər biri 2 byte olmaqla yer tutur. Deməli, 2 byte bu, 2 byte da bu. İndi deyir ki, nəticədə yeni mətnin ölçüsü 18 byte çox oldu.
Deməli bu 18 baytın 4 baytı o vergüllə boşluqdur. Demək ki, əlimizdə qalır 14 bayt. Deməli, Raqifin yazdığı yeni söz nədirsə, bu 14 baytdır. Biz bilirik axı Unicode-da bir simvol 2 baytdır. Deməli, belə çıxır ki, bu Raqifin yazdığı son söz 7 simvollu söz imiş. Ki, o 7 vur 2 14 bayt yer tutub, bir dənə də vergül atıb 16 bayt, bir dənə də boşluq atıb 18 bayt artım olur. Belə bir maraqlı sual idi Raqif haqqında. 37-ci sual. Hansı elektron poçt proqramıdır? Elektron poçt proqramı Outlook Express-dir. Digərlərini sizə bildirim. Google Plus sosial şəbəkədir. Windows Explorer deməli, bu ümumiyyətlə fayl meneceridir. Netscape Navigator browserdir. Internet Explorer də browserdir. 38 nömrəli sualdan davam edirik. Seç sualımızı. Sadə bir sualdır. Qrafik təsvirin həcminin tapılması ilə bağlı. Təsviri necə tapırıq həcmini? Ekranın enini vururuq ekranın uzunluğuna, bir də vururuq onun bir rənginin həcminə. Məsələn, bir rəng həcmi əgər hər hansı bir Unicode, RGB, CMYK və hər hansı bir rəng modelindən söhbət getmirsə, deməli belə çıxır ki, bu elə bitlə ifadə olunur. Düsturumuz bu formadadır. A'mız 2/10'dur, B'miz də 2/10'dur. 1024 rəng çaları. Demişdik ki, rəng çaları ifadəsi varsa, deməli biz onu 2-nin müvafiq üstünə uyğunlaşdırarıq və bir rəngin həcmi üstü qədər bit olar. Yazaraq vurarıq 10 bitə və bu bizim əslində həcmimizi yekunlaşdırır. Sadəcə olaraq deyir ki, 48 belə təsvir. Deməli biz bu aldığımız nəticəni 48-ə, yəni 2/4 vur 3-ə də ayrıca bir dəfə vurmalıyıq. Və beləliklə artıq həcmimiz hazırdır. Nəticəni də megabaytla istəyir. Deməli, bitdən megabayta keçmək üçün 2/23-ə bölmək lazımdır. 2/20, 24-dən də bir dənə 2 qaldı burada. Çünki 2/4 idi, o 2/3 getdi, qaldı bir dənə 2. Nəticə etibarilə 2 vurulsun 3 vurulsun 10. Yəni 60 megabayt səndəmə həcm var imiş. 39-cu sual Excel-lə bağlı bir sualdır. S15 xanasının nəticəsini bizdən istəyir. Gəl baxaq biraz S15-də nə yazdı. Deməli, average B13, B15. B13-dən B15-ə kimi ədədlərin toplanıb sayına bölünməsidir. Burada 4 plus 8 plus 3 15 eləyir. Bölürsən 3-ə, alırsan 5. Yəni bu xanada 5 yazılır. Power A13, A12. A13 xanasında 5 yazılıb, A12 xanasında da 1 yazılıb. 5/1, bu da 5'dir. Bu da 5'dir, bundan qabaqki xanada 5'dir. İndi bizə deyir ki, C13-dən C14-ü cəmlə. 2 dənə 5-i cəmləyərəm, alaram 10. Deməli, cavabımız D variantı. 40 nömrəli sualdan davam edirik. 40-cı sual belədir. Hansı hallarda fayl mübadilə buferinə düşür? Fayl mübadilə buferinə 3 halda düşür. 1. Cut əmri ilə kəsildikdə. 2. Copy ilə üzü köçürüldükdə. Paste eləyəndə aydın məsələdir ki, o bir dəfə yapışır, amma yenə buferdədir. Yəni buferə düşmə ehtimalı var. Və bir də Ctrl-C ilə copy deməkdir. Bu halda da düşür. Bundan əlavə də ekran görüntüsünü print screen ilə çəkəndə mübadilə buferinə düşür. Amma digər sürükləmə hallarında düşmür. Çünki sürükləmə halları Windows 11-də drag and drop, tut və sürüşdür, çək və sürüşdür funksiyasının icrası iləndir. Ona görə də belə bir hallarda mübadilə buferindən istifadə olunur. 1, 3 və 5 düzgün cavab variantımızdır. 41-ci sual. Sistem proqramlarının müəyyən sistem proqramları baza və servis olmaqla iki yerə bölünür. Bura aiddir Windows əməliyyat sistemi, MS-DOS, daha sonra Operation System 2 və Linux. Deməli, açıq sualdır 1, 2, 7 və 8. Digər variantlarda Word, Excel, Prompt və Access hamısı ümumi təyinatlı tətbiqi proqramdır. 42-ci sual. Neçəsini fayl adı kimi istifadə etmək olar? Söhbət Windows-dan gedir təbii ki. Con rəqəmlə olar. Yəni con təkcə olmaz. Buna icazə verilmir. Konsol deməkdir. Deməli, bir olar, problem yoxdur. Con
rəqəmdən olmaz. Məsələn, com 0-dan 9-a kimi olmaz, amma əgər yanında rəqəm yoxdursa problem deyil. Burada da LPT3 olsaydı o da problem idi. Amma burada LTP3 yazılıb. Belə bir bizim qadağamız yoxdur. Hələ ki 3 dənəsində problem yoxdur. 4-də problem var. Qoşa nöqtə qadağan olunmuş simvoldur. 5-də aux qadağan olunmuş sözdür. Parent-ni də rəqəm də olsa problem deyil, amma yalnızca olmaz. Deməli 4 dənəsini istifadə etmək mümkündür. Gəlin birlikdə əməliyyat sistemindən həmin o əməliyyat sistemi təqdimatından daha doğrusu həmin məsələyə bir diqqət yetirək. Deməli, bu bizim əməliyyat sistemləri ilə bağlı olan təqdimatımızdır. İndi biz yadımıza salacağıq ki, hansı simvolları istifadə etmək olardı, hansı sözləri istifadə etmək olardı. Baxın, qadağan olunmuş adlar var. Bunların heç birini nöqtədən sol tərəfdə istifadə etmək olmaz. Sağda isə problem yoxdur. Qadağan olunmuş simvolları isə nə solda, nə də sağda istifadə etmək olmaz. 43 nömrəli sual xidməti proqramlara aid olanları müəyyən edin. Əməliyyat sistemləri xidməti deyil, bazaya aiddir. Antivirus doğrudur, driver doğrudur və arxivləşdirmə doğrudur. Mətn redaktoru tətbiqidir, proqramlaşma dilləri də instrumentaldır. Cavab 2, 3 və 5. İndi 44 nömrəli sualımıza baxırıq. Sualımızı kəsdirik və S-in son qiyməti bizdən soruşulub. Gəlin görək, S-in son qiyməti neçədir? Deməli, bu modifikasiyalı bir dövr strukturudur. I-nin qiymətlərini qeyd edirik. Bildiyiniz kimi, I-nin birinci qiyməti 18-dir. Bu bizdə istifadə olunur. Addımımız mənfi olduğu üçün get-gedə azalacaq. Məsələn, 18 plus mənfi 3, 15. 15 plus mənfi 3, 12. 12 plus mənfi 3, 9. 9 plus mənfi 3, 6. Və 6 üstə mənfi 3, 4 limitini aşır. Bizim limitimiz bu 4-dür. Ona görə onu keçə bilmirik. Deməli, i-nin 5 qiyməti yoxlanacaq və bu da o deməkdir ki, biz 5 dəfə dövr edəcəyik. Deməli, S-in birinci qiyməti 0-dır, növbəti qiymətini hesablayırıq. S-in ikinci qiyməti bərabərdir. Köhnə S, yəni 0 plus i-nin əlimizdə olan qiyməti, yəni 18. Bərabərdir 18. Qalxdıq yuxarı. Bu dəfə i-nin 15 qiymətini götürürük. S3 bərabərdir 18 plus 15. Bu da bizə verəcək deməli 33. 33. Yenə qalxırıq yuxarı. Bu dəfə 12 götürürük. S4 bərabərdir 33 plus 12. Bu da verəcək 45. Yenə qalxacağıq. 9 götürəcəyik. S5 bərabərdir 45 plus 9. Bu da verəcək 54. Və nəhayətində S-in 6-cı qiyməti 54 plus 6 bərabərdir 60. Və bu dəfə yuxarı qalxanda i-nin bütün qiymətlərini götürmüşük artıq və biz çıxışa getmək məcburiyyətindəyik. Deməli, S-in axırıncı qiyməti 60 olaraq müəyyənləşdi. Və nəhayət 45-ci sonuncu sual uyğunluğu müəyyən edib. İnformasiya mübadiləsi telekonferans vasitəsilə təmin edir. Deməli, telekonferans nə deməkdir? Cari anda xəbərlərin ötürülməsi və bu NNTP protokolu ilə icra olunur. Və beləliklə bu Usenet xidmətidir. 1-ə uyğun gələcək B. Hiyerarxik menü sistemi ilə mətn fayllarının axtarışı və ötürülməsi. Bu Goopher-dır. D. Web səhifələrə əlçatanlığı təmin edən xidmət də Y variantıdır. Hansı ki HTTP protokolundan işləyir. SMTP elektron məktubun göndərilməsi Telnet-də uzaqda yerləşmiş kompüterə müraciət xidmətidir. Buna da bir balaca göz gəzdirək və yekunlaşdıran videomuz. Baxın, bizim sonuncu qlobal şəbəkə PDF-imizdir. Burada biz həmin o məsələyə təbii ki, diqqət yetirmişik. Buradadır. Yaxınlaşdırım sizin üçün. Burada bütün internet xidmətlərini və onların uyğun olduğu xüsusiyyətləri görə bilərsiniz. Beləliklə, bizim artıq izahımız yekunlaşdı. Növbəti sınaqlıqda və əsas qəbulda sizə uğurlar arzu edirəm.